İsti bir yay günündən hər birinizi salamlayıram. Həqiqətən bu aralar heç video çəkəcək bir halda deyiləm. Hədsiz çox isti olduğu üçün video çəkmək filan biraz məni çox yorur. Həm də vaxtım olmadığına görə. Amma bugün bir boşluq tapmışkən dedim ki, həm də bir ay tamam olur. Artıq Project Pen-in növbəti ayını sizinlə paylaşım. Mənim özümə də maraqlıdır müqayisələr filan. İndi hər birini detallı sizə göstərəcəm. Yəni bir ay ərzində necə bir irəliləyiş əldə etdiyimizi görəcəyik birlikdə. İstəyirəm çox uzatmayım bu giriş hissəsini. Birinci göstərəcəyim məhsul budur. Əsasən birinci üz baxımından, yəni etap-etap gedəcəm, kateqoriyalara bölmüşəm. Birinci rice toneri göstərmək istəyirəm. Bu rice toner mən əslində səhər və axşam istifadə edirdim. Sadəcə son zamanlar biraz istifadəsini azaltmışam. Düşündüm ki, üzümü birazcıq fasilə verim və son 2-3 gündür ki, belə deyək də, mütəmadi olaraq günəş şüasına məruz qaldığım üçün, biraz da zaqar qəbul eləməyə çalışdığım üçün bu tip məhsulları dayandırmışam demək olar ki. Amma düşünürəm ki, yaxşı bir irəliləyişi olub bir ay ərzində. Daha sonra göstərəcəyim bu məhsuldur. The New Lab markasına məxsus olan enzim peelingdir. Bunu zaten həftədə bir dəfə istifadə edirəm. Yəni bir ay ərzində 4 dəfə istifadə edə bilərəm. Üstə yay ayları olduğu üçün həftədə 2 dəfə istifadə etmək də biraz riskli olduğuna görə həftədə bir dəfə ilə hələ ki davam edirik. Yəqin ki, qış aylarında artıraram. Ona görə də içərisində hələ də çox qalıb. Yəni çox az miqdarda, mən özüm baxdım, çox az miqdarda bir irəliləyişimiz var. Daha sonra göstərəcəyim məhsul xeyli irəliləyiş olub əslində. Hardasa keçən ay bu hissələrindən idi. Yəni buralarından. İndi isə artıq yazının belə altına düşüb, belə deyək. Və bu baxımdan da bu məhsul əslində çox düşünürəm ki, sürətli bitəcək. Ümumiyyətlə bu tip yağlar məndə həmişə çox tez qurtarır. Bu məhsulu da sevərək istifadə edirəm. Ümumiyyətlə bu Skin 1004 markasının əksər məhsullarını bəyənirəm. Çox keyfiyyətli olduqlarını düşünürəm. Həm də Yapon markasıdır. Yəni nəticədə necə ola bilər ki? Daha sonra sizə göstərəcəm ətirlərimi. Ətirləri ümumiyyətlə çox sürətli bitirirəm. Mən ətir çox istifadə edirəm. Gün ərzində də aşırı bir şəkildə tez-tez yeniləyirəm. Bu baxımdan da ətirlər çox sürətli bitir məndə. Bu ətri də əslində xeyli istifadə etmişəm. Dolce Gabbana'dan L'Imperatrice ətridir. Şəkildən də görürsünüz. Deməli, demək olar ki, bu hissələrində idi və bir xeyli düşüb, hətta yarılamışıq demək olar ki. Daha sonra göstərəcəyim ətri də eyni qaydada demək olar ki, böyük bir hissəsini istifadə etmişəm. Bu da Koton markasından Strawberry Boom ətridir. Bu ətirdə çiyələk qoxusu gəlir, buram-buram çiyələk qoxusu gəlir və sevərək istifadə edirəm. Düşünürəm ki, yay bitənə bəlkə də bu məhsul bitdi. Daha sonra göstərəcəyim Bargello markasından olan ətri. Bu ətri də demək olar ki, artıq yarısından çoxu gedib də, yəni çox az bir hissəsi qalıb. Bu ətri çünki çox tez-tez yeniləyirəm və qoxusu da tam yay ayına uyğun olduğuna görə sürətli bir şəkildə artıq bitir. Yəqin ki, növbəti ayda artıq bitənlər siyahısında olacaq deyə düşünürəm. Daha sonra sizə göstərmək istədiyim bu highlighteri əslində artıq atmağı düşünürəm. Mary Kay markasına məxsus olan belə bir highlighterdır. Stik formadadır. Amma mən bunu sevmirəm. Niyə sevmirəm? Deməli, Project Pen-ə daxil etməmişdən öncə mən mütəmadi istifadə etmirdim bu məhsulu. O baxımdan da onun çox da, belə deyək, yaxşı olub olmadığını müəyyən edə bilmirdim. Amma Project Pen-in sayəsində artıq bir ayda mütəmadi istifadə etməyə çalışdığım üçün fərqinə vardım ki, bu məhsul heç də yaxşı məhsul deyil. Bilmirəm, əvvəllər yaxşı olub, indi pis olubmu, ya necəsə, çoxdandır məndədir deyə orasını da xatırlaya bilmirəm. Amma hal-hazırda vəziyyət bilirsiniz necədir. Mən bu məhsulu makyajın üzərindən, highlighter normalda ən sonda vururuq axı, bütün makyajın yekununda. Ən sonda vuranda mənim üzümdəki bütün makyajı götürüb aparır. Yəni üzümə çəkəndə, çəkdiyim nahiyədə heç bir makyaj qalmır. Yəni pudra filan, rumiyanı hamısını dağıdır, məhv eləyir, özü ilə birlikdə aparır. Və çox pis bir görüntü yaranır və yaya da bilmirəm əslində. Nə əllə yaymaq olmur, nə deməli süngərlə, nə fırça ilə, heç nə ilə yaya bilmirəm. Yəni çox bərbad bir məhsuldur. Ona görə gözlədim ki, Project Pen-də artıq bu videoda sizinlə bu fikrimi paylaşım. Ondan sonra da artıq atacağım. Yəni bu məhsulu artıq atacağım, yəni siyahıda olacaq. Yəqin ki, o videoda da yenidən göstərərəm. Göstərəcəm sizə pomadalar. Məndə deməli pomadalar həqiqətən çoxdur. Bilesklərim də var, belə pomadalar da var, karandaşlar
saçlar da var və ancaq mən bu Project Pen-ə çoxdan bəri qalan 4 dənə pomadanı daxil etmişdim. İndi onları bir-bir göstərim. Əslində onlardan da bitən yoxdur. Halbuki içlərində çox az qalmışdı. Mən bu 1 ay ərzində bitər deyə düşünmüşdüm. Biri bu pomadadır. Bunun içərisində də elə olduğu kimi hələ də qalıb. Bunu belə tək əllə açmağım çətin olacaq. Amma indi şəkildən fərqi siz də görərsiniz. Çox az miqdarda əslində istifadə eləmişəm. Elə də böyük bir irəliləyişimiz yoxdur. Daha sonra belə Blistex'dən lip stickdir bu. Nəmləndirici kimi gedir, həm də rəng verir. Bunu bəyənirəm, yaya uyğundur əsl. Daha sonra bu The One Oriflame markasına məxsus olan demək pomadadır. Bu da çəhrayı tondadır. Bunu da bəyənirəm, açıq çəhrayı tondadır və bundan da çox az istifadə etmişəm. Eyni zamanda bu da çox qəşəng bir nude çalan rəngi var və bu da yayayına həqiqətən uyğundur. Bundan da çox az miqdarda istifadə etmişəm. Daha sonra Golden Rose'un belə bir pudrası məndə var idi. Bunu təzə almışdım və alan kimi də Project Pen-ə əlavə etdim, amma hələ ki dibini görməmişik. Hələ ki də yəni içərisində kifayət qədər var. Çox bəyənirəm. Həqiqətən yağlı dərinin bir nömrəli, yəni sevəcəyi bir məhsuldur deyə bilərəm. Çox qəşəng matlaşdırır və bu məhsulu isə həqiqətən çox qəşəng irəliləyiş olduğunu düşünürəm. Çünki bu deməli tendir göz üçün. Amma mən bunu həm də biraz rumiana kimi də istifadə edirəm deyə. Demək olar ki, buradakı yəni bu 4 dənə rəng əsasən görmüş olduğunuz dibləri görünən rənglər. Demək olar ki, yəni böyük bir hissəsi gedib hətta və əməlli başlı bir irəliləyiş var. Bunu şəkildən də özünüz aydın bir şəkildə görəcəksiniz. İndi isə keçək saç məhsullarına. 4 ədəd məhsulumuz var idi. Biri termo qoruyucudur. Morphos markasından olan. Bu həqiqətən də süd qoxulu olan gözəl bir spreydir. Saç üçün spreydir. Dibində çox az qalıb. Bunu mütəmadi istifadə etmədiyim üçün bitməyib. Çünki saç üçün olan yağlarım da həqiqətən çox olduğu üçün hər dəfə birini istifadə edirəm. Hər duşdan çıxanda o baxımdan heç biri yəni sürətli bir şəkildə bitmir. Bir dənə olsa bəlkə də çoxdan bitirmişdim. Ona görə hələ ki içərisində qalıb. Həm də bu daha çox termo qoruyucu olduğuna görə nə vaxt ki saçımı fenlə qurudacağam, ondan öncəsində nəm halda istifadə etməyin tərəfdarıyam. Yəni o baxımdan da hal-hazırda yay fəsli olduğu üçün bunu çox da istifadə edə bilmirəm. Çünki saçımı öz təbii halında qurumağa yəni icazə verirəm, belə deyək. Və fenlə qurutmamağa çalışıram yayda. Ona görə də bu məhsulu çox da sürətli bir şəkildə istifadə edə bilmirəm. İndi növbəti aya görə yəni bitəcək ya yox, mənim özümə də maraqlıdır. Daha sonra göstərəcəyim bu məhsul isə Isana markasından olan belə bir məhsuldur. Bu məhsulu keçən Project Pen-də bildirmişdim ki, yəni saç diblərindən nəm halda uzaqdan püskürdərək sprey başlıqlı olduğu üçün istifadə edirik və bu məhsulun əsas məqsədi odur ki, saçın qabağı belə əgər yatışmış formadadsa, havalı görünmürsə, biraz havalı görünməsi üçün istifadə olunur. Amma lak tərkibi olduğuna görə, lak teksturalı da belə deyək. Bu baxımdan da bu məhsulu açığı çox da sevə bilmirəm. Necə istifadə edəcəm, necə bitirəcəm özümə də maraqlıdır, amma çalışıram ki, çox gec-gec istifadə edeyim. Çünki çox da aşırı sevdiyim bir məhsul olmayıb, təəssüflər olsun. İndi axıra qədər istifadə edib bitirək, sonda təbii ki, öz həqiqətən də əsl fikrimi bildirəcəm. HK Care markasından olan belə bir saç serumu var. Bu serumu həqiqətən çox sevirəm. Bunu saç diblərinə tətbiq edirəm, amma bu məhsulu saçın dibinə saçı yumazdan öncə istifadə etmək lazımdır. Quru halda saç diblərinə masaj edərək tətbiq etmək lazımdır və heç olmasa 2 saat, 3 saat gözləmək lazımdır ki, saça nüfuz eləsin, bir təsiri olsun. Ancaq mən məlum məsələdir ki, çox vaxt duşu tələsik bir şəkildə aldığıma görə və əsasən həftə içi vaxtım olmadığına görə, yəni işdən evə gəlirik, mənim 2-3 saat bunu gözləməyə vaxtım yoxdur. Ancaq həftə sonları maksimum boşluq olarsa, harası tələsmirəmsə, vaxtım varsa, bu zaman məsələn bu məhsulu istifadə edə bilirəm. O baxımdan da təbii ki, bu məhsulda çox sürətli bir şəkildə bitirməyimiz mümkün deyil. Yəqin ki, hələ bir neçə ay, bəlkə də 1 ilə yaxın bu məhsul bizimlə olacaq. Ən sonuncu göstərəcəyim isə saç serumudur. Bunu keçən Project Pen videomda bildirmişdim ki, bunun başlığı bərbad gündədir. Həqiqətən özünü sevirəm, qoxusunu sevirəm. Qəşəng bir saç üçün serumdur, amma qətiyyən qablaşmasını sevmirəm və bitsə yenidən təbii ki, almayacağam sırf qablaşmaya görə. Belə ki, Ashlo Joy markasından olan bu saç serumunu saçın nəm halda duşdan sonra saçlarımın uclarına elə bil ortadan ucuna doğru tətbiq edirəm əlimlə yedizdirərək.
Və hardasa yarısı gedib demək olar ki, indi şəkildən tam aydın bir şəkildə görə biləcəksiniz. Sevirəm, sevərək istifadə edirəm. İnşallah ki, bu da tez bitər. Çünki qablaşması məni çox hədsiz çox narahat eləyir. Bu baxımdan da artıq bu məhsulun da bitməsini istəyirəm. Bu ayki project planımız bu şəkildə oldu. Mən bütün məhsulları sizə detallı şəkildə göstərdim. Təbii ki, şəkillərdən özünüz də tam rahat bir şəkildə tam bir ay ərzində olan fərqi görə biləcəksiniz. İnşallah ki, növbəti aylarda artıq bəzi məhsullar bitər. Çünki bunların əksəriyyəti uzun müddətdir məndə olan istifadə etdiyim məhsullardır və artıq istifadə vaxtları da keçir yəni. Videolarda inşallah görüşmək ümidi ilə hələlik.